Asosiallıq hörmətsizlik və ya sayğımazlıq demək deyil. İçəqapanıq uşaq başqaları ilə az danışa bilər. Bu halda valideyn məcbur edir ki, gəl xalaya salam ver, gəl filan kəslə görüş. Lakin uşaq bunu istəsə də edə bilmir. Çünki daxilində baş verən həyəcan buna imkan vermir. Asosiallıq inadkarlıq və ya kapriz demək deyil. İnadkar uşaqların daxilində passiv aqressiya olur və tələbləri bilərəkdən, istəyərəkdən yerinə yetirmirlər. İçəqapanıq uşaq isə bunu etmək istəsə də edə bilmir. Çünki onun daxilindəki emosional vəziyyət buna icazə vermir. İçəqapanıq bir yeniyetmə, qorxulu və problemli insan demək deyil. Şübhəli kimi görünə bilər, amma bunun səbəbi onun daxilindəki qorxu və özünü güvəndə hiss etmədiyindəndir. İçəqapanıqlığın uşaqlıqdan gəldiyini və yaxud yeniyetməlik dövründə yarandığını bilmək üçün psixoloqa müraciət etmək lazımdır. Asosiallıq davam etdiyi halda yeniyetmənin şəxsi və sosial həyatına mənfi təsir göstərər, depressiv və təhlükəli vəziyyət ala bilər.